Bax bu ağac hər gün bu gördüyünüz canlılardan təmizlənir. Mən şəxsən özümü təmizləyirəm. Buradan təmizləyirəm, gedirəm, yenidən yemək saatında evə qaydanda görürəm ki, bu canlılar ağacı yenə də qısa zaman ərzində üstün zəbt ediblər. Deyəcəksiniz quruyub. Yox dostlar, baxın, burada bir yarpaq var. Yəni düzəlib. Əslində bunlar inkişaf etməyə qoymur ağacı. Ağac qurumayıb. Kim bilirsə nədir bunlar, niyə görə bura çıxır? Yazsın rəy bölməsinə, bizimlə fikrini bölüşsün. Ya bunları necə buradan uzaqlaşdırmaq olar? İndi bax, gedim, gəlim, bir saatdan sonra, bir saata necə çıxırlar bura mənə çatmır. Bir saatdan sonra görəcəm ki, yenidən ağacın üzərindədirlər.